Alimlər nəyə görə deyirlər ki, tövbənin şərtlərindən deyirlər ki, peşman olmaq, əzimkarlıq göstərmək və günahı tərk etmək. Bu üç dənə ən böyük rukunlarıdır tövbənin. Peşmançılıq, əzimkar olmaq ki, bir daha qayıtmayacağım və üçüncüsü də ki, bir daha günaha qayıtmamaq, günahı tərk eləmək. Baxın, bunların üçü də bir-birinə bağlıdır. Əgər əzimkar deyilsənsə, deməli peşman da deyilsən. Əgər peşman deyilsənsə, əzimkar ola bilməzsən. Əgər peşman deyilsənsə, sən onu tərk edə bilməzsən. Mütləq ona qayıdassan. Yenə ona qəlbində sevgi yaranacaq. Çünki artıq insan günaha qəlbini açır, qəlbində yer verir, qəlbində günaha qarşı sevgi olur. Və insan buna məhəl qoymur. Vecini almır. Və biraz keçir, insan tövbə eləyir və yenə qayıdır. Tövbə eləyir, yenə qayıdır. Və bu artıq yalançıların tövbəsidir. Bu tövbə yalançıların tövbəsidir. Nasuh tövbəsi nədir? Tövbə edirsən ki, bir daha qayıtmayacağım. Sanki bir şeyi kökündən qoparırsan. Bir daha bunu eləməyəcəm. Bir daha bu günaha qayıtmayacağım. İnsanın qəlbində günaha qarşı o qədər sevgi olur ki, hətta İbn-i Qeym Rahimullah buyurur ki, insan o günaha yenə qayıdır. Və bilir ki, o günaha onu çağıran yoxdur. Heç kim ona demir ki, ey filan kəs, gəl bu günahı işlə. Gəl bu günahı elə. Heç kim ona demir. Çağıran yoxdur. Və o düşdüyü günahdan ləzzət də almır. Heç bir duyduğu ləzzət də yoxdur. Amma yenə qayıdır. Yenə həmin günaha qayıdır. Nəyə görə? Artıq qəlbdə günah oturub. Artıq qəlbdə günah oturub, öz yerini tutub və insan o günahdan ləzzət almasa belə yenə ona qayıtmaq istəyir.